Əziz bəylər və xanımlar, reportajımıza başlamadan əvvəl sizdən kanalımıza abunə olmağı və bəyənmənizi xahiş edirik. Son dövrlər dövlət satın almaları sahəsində şəffaflıq məsələləri yenidən ictimai müzakirə mövzusuna çevrilib. Bu kontekstdə Tovuz rayon icra hakimiyyəti ilə Prosali adlı məhdud məsuliyyətli cəmiyyət arasında bağlanmış müqavilə xüsusi diqqət çəkir və bir sıra ciddi sualları ortaya çıxarır. Belə ki, sözügedən müqavilə bir neçə gün öncə keçirilən Novruz bayramı şənliyinin təşkili məqsədi ilə bağlanıb. Müqavilənin ümumi dəyəri 17.582 manat təşkil edir və satın alma dırnaqarası bir mənbə üsulu ilə həyata keçirilib. Halbuki bu cür tədbirlər açıq və şəffaflıq şəraitində keçirilməlidir və açıq tenderdə mübarizə aparan təşkilatlardan biri qalib elan edilməlidir. Ancaq Tovuz rayon icra hakimiyyəti açıq tender müsabiqəsini elan etmədən Novruz bayramının keçirilməsini təşkil edən tək təşkilatın Prosali MMC-ni dırnaqarası gizli qalib elan etmişdir. Bəs Tovuz rayon icra hakimiyyəti ilə Prosali MMC arasında nə bağlılıq var? Bu sual ətrafında apardığımız araşdırmalardan belə məlum olur ki, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov Prosali MMC-ni himayə edir. Çünki icra hakimiyyəti ilə MMC arasında bağlanan müqavilələrdə şübhələr bunu sübut edir. Belə ki, müqavilədə ciddi məqam tarixlərlə bağlıdır. Yəni, işlərin başlanma tarixi 18 mart 2026-cı il göstərildiyi halda müqavilə yalnız 21 mart tarixində rəsmiləşdirilib. Bu da onu göstərir ki, işlər müqavilə imzalanmadan əvvəl başlayıb. Bu isə satın alma prosedurlarının pozulması və əvvəlcədən razılaşdırılmış işlərin sonradan sənədləşdirilməsi ehtimalını gücləndirir. Müqavilə müddət də ayrıca sual doğurur. Qısa müddəti bayram tədbiri üçün nəzərdə tutulan xidmətin bitmə tarixinin 29 dekabr 2026-cı ilə qədər uzadılması məntiqsiz görünür. Yəni, müqavilə bağlanıb 21 martda və bayram şənliyi üçün. Ancaq Novruz bayramı şənliyi üçün. Amma müqavilənin müddəti 29 mart 2026-cı ilə qədər bağlanıb, yəni göstərilir. Faktlar onu göstərir ki, bu da xidmətin mahiyyətinin tam açıqlanmadığı ya da müqaviləyə əlavə, lakin göstərilməyən xərclərin daxil edildiyini ehtimal etməyə əsas verir. Ən diqqət çəkən və narazı məqam isə podratçı şirkət Prosali MMC ilə bağlıdır. Açıq mənbələrdə bu şirkət haqqında heç bir məlumat yoxdur. Nə rəsmi fəaliyyəti, nə ixtisaslaşması, nə də həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq informasiyalar mövcud deyil. Apardığımız araşdırmalardan belə məlum olur ki, 2025-ci ilin oktyabr ayında şirkətin Ədliyyə Nazirliyi Pensioner Xidmətinin Təhsilat İdarəsinə 9500 manatlıq dövlət bayraqları satdığı barədə məlumatlar yayılıb. Maraqlısı budur ki, bu şirkətin adı internetdə cəmi 3 yerdə keçir və onların hamısında tender qalibi kimi təqdim olunub. Bu 3 haldan məhz ikisi Tovuz rayon icra hakimiyyətinin sifarişləri ilə bağlıdır. Bu fakt isə müəyyən bir tendensiyanın və ya əlaqələrin mövcudluğu ehtimalını daha da gücləndirir. Məsələ ilə bağlı adəti dövlət qurumlarının mövqeyi xüsusi əhəmiyyət daşıyır. Çünki dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı şəffaflıq və hesabatlıq prinsiplərinin qorunması baxımından bu sualların aydınlıq gətirilməsi vacibdir. Sonda AFT TV olaraq mövzunu diqqətdə saxlayırıq və qeyd olunan məsələ ilə bağlı rəsmi qurumların açıqlamalarını gözləməklə yanaşı, əks tərəflərin də mövqeyini dinləməyə hazırıq. Aqil Mahmudlu, AFT TV Tovuz.